Salam əzizləyicilər. Bu videoda 27 aprel 2025-ci il tarixində keçirilən yeni abituriyent sınağından, yəni sınaq deməli 11-dən həm 11, həm də 10-cu sinifə aid fizika suallarını izahını verəcəm. Bu kursun sınaqları hər zaman fərqli olur. Ona görə də hər kəsin, yəni 10-11-ci siniflərin, həmçinin MIQ sertifikasiya imtahanına hazırlaşanların işləməsi önəmlidir. Keçək sualların izahına. Sualların izahına keçmədən xatırladım ki, sınaq qrupuna artıq 250-dən çox şəxs qoşulub və fəaliyyət göstərir. Sadəcə qrup ikinci hissə mövzuları ilə davam edir. Əgər siz də təkrarınızı daha effektiv eləmək istəyirsinizsə, sınaq qrupu haqqında ətraflı məlumat açıqlamada yerləşdirilib. Oradakı nömrəyə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Diffraksiya qəfəsinin köməyi ilə təyin etmək olar. Məsələn, linzanın xətti böyütməsini təyin etmək olmaz. Çünki əlaqəsi yoxdur ümumiyyətcə burada. Linzanın optik qüvvəsinə də aidiyyəti yoxdur. Sonra mühitin mütləq sındırma əmsalı və yaxud da şüalanmanın sel sıxlığı bunlara aidiyyəti yoxdur, amma işığın dalğa uzunluğunu təyin etmək olar. Çünki diffraksiya qəfəsinin düsturu D sinus fi bərabərdir K vurulsun lambdadır. Digər kəmiyyətlər məlum olanda dalğa uzunluğunu təyin etmək olur. 32. Radiusu 3R olan disk O nöqtəsi ətrafında şaqili müstəvidə çevrə üzrə hərəkət edir. B nöqtəsində olan maddi nöqtənin sürəti 4 metr bölü saniyə olarsa, A və C nöqtəsində sürəti tapın. Diskin üzərində V bərabərdir omega R düsturunu işlədirik, yəni sürət radiusla düz mütənasibdir. B-nin radiusuna baxıram. B-nin radiusu 2R-dir. Əgər 2R olan 4-dürsə, A-nın radiusu R olduğuna görə VA bərabərdir. VB bölünsün 2, yəni 2-dir. Amma VC bərabərdir. Deməli, bunu belə yaza bilərəm. VB vurulsun 3 bölünsün 2. Yəni 3 vur 4 bölü 2, bu da verir 6. Ona görə cavab C bəndidir. Radiusla düz mütənasib olduğunu nəzərə alırıq. Çevrədə sürət və təcil radiusla düz mütənasibdir. 33. Düz xətt üzrə hərəkət edən cismin sürətinin zamanlasılığı 10 üstəgəl T kimidir. Bu cismin 4-cü saniyədə getdiyi yolun uzunluğu 24 metr olarsa, cismin hərəkət təcilinin modulunu hesablayın. Deməli, buradan fikir verirsə, başlanğıc sürəti var. Burada T dedi, yəni X təcili tam olaraq verməyib. 1 kimi düşünməyin bunu. Burada əgər başlanğıc sürət məlum olarsa, 4-cü saniyədə gedilən yolu R4 yazıram. Bunu yazırıq V0 üstəgəl A bölünsün 2, 2M çıxaq 1. V0-ın yerinə 10 üstəgəl A böl 2, mötərizədə 2 vur 4 çıxılsın 1, bu bərabərdir 24-ə. Buradan alıram A bölünsün 2 vuraq, 2 dəfə 4-üm 8, 1 çıxanda 7, bərabərdir 14-ə. Və buradan 7A bərabərdir 28, A da bərabərdir 4. Əksəriyyətinizin bildiyi n-in sayında yol düsturu bu şəkildədir. Ln bərabərdir A bölünsün 2, 2n çıxaq 1. Buradakı isə yuxarıda yazdığım V0 sürəti məlum olanda, yəni V0 sürəti olanda da, başlanğıc sürət olanda da işləniləndir. Aşağıdakı V0 bərabərdir 0 alınan başlayandır. Yəni sükunətdən başlayandır. 34. Hər birinin kütləsi M olan iki eyni ölçülü kürə şəkilli cisimlərdən bərabər R məsafədə yerləşən N nöqtəsində bu cisimlərin yaratdığı gravitasiyasının yekun intensivliyinin istiqamətini təyin edin. Gravitasiya hər zaman planetlərin mərkəzinə doğru yönəlir. Məsələn, bunu J1 yazıram. Bu J2-dir. İstiqamət belədirsə, parallelogram qaydasına görə yekun düşəcək 4 istiqamətində. Yəni Y bəndi. 35. F bərabərdir 70 Newton qüvvənin deməli təsiri ilə üfüqi istiqamətdə dartılan 70 kq kütləli cisim sükunətdədir. Bu çox önəmli olan hissəsidir. Cismə təsirdən sükunət sürtünmə qüvvəsi. Sükunət sürtünmə qüvvəsi F dartı qüvvəsinə bərabərdir. Dartı nə qədərdirsə, sükunət sürtünmə də o qədərdir. Sualın başlığı tam görünmür, ona görə mən bunu F deyə nəzərə aldım. Əgər sual fərqlidirsə, bunu rəylərdə bildirərsiniz. İmtahana gedənlərə aiddir. 36. Radiusu 2 metr olan polad kürəyə 40 Newton qüvvə müəyyən təcil verir. Radiusu 4 metr olan polad kürəyə təsir edən qüvvənin nə qədər olmalıdır ki, həmin təcili versin? Burada kürə məsələsi var. Kürənin həcm düsturunu bilirsiniz ki, 3-də 4 pi r kubudur. Yəni, əgər radius 2-dən 4-ə gəlirsə, radius 2 dəfə artırsa, kütlə 8 dəfə artır. Yaza bilərik ki, M2 bərabərdir 8 M1-ə. Bunu radiusa görə yazdım. Çünki şərtdən görürsünüz. R1 bərabərdir 2, R2 bərabərdir 4-dür.
Və təcilin düsturun yazanda A bərabərdir F bölünsün M-dir. Əgər kütlə 8 dəfə artıbsa, qüvvə də 8 dəfə artmalıdır. Yəni 40-ı 8-ə vuracam. Buradan yazıram F2 bərabərdir 8 F1-ə. Çünki eyni təcil olmalıdır. 40 vur 8 cavab 320 Newton. A bəndi. 37. M kütləli cisim yer səthindən h hündürlükdə sərbəst düşür. Cisim sürətinin v0 olduğu anda onun yer səthindən potensial enerjisini hesablayın. Sərbəst düşürsə başlanğıcda E tam bərabərdir E potensial, yəni mj böyük h-dır. Əgər mən potensialı taparamsa, E potensial bərabərdir E tam çıxılsın E kinetik. Tamın yerinə mj böyük h, kinetik isə normal mv kvadratı bölü 2. A bəndidir. 38. İdeal istilik mühərrikində faydalı şəmsalının Q2 bölək Q1 nisbətindən asılığı. Deməli, faydalı şəmsalının düsturunu yazsaq, eta bərabərdir 1 çıxılsın Q2 bölək Q1 vurulsun 100%-dir. Q2 bölək Q1 nisbəti artdıqca faydalı şəmsalı azalır. Bir nöqtədən başlayıb azalır. Ona görə uyğun olan cavab A variantıdır. 1 nə zaman olur? Əgər Q2 bölək Q1 0 olarsa faydalı şəmsalı 100%-dir. Sonra isə deməli artdıqca azalacaq. 39. Sıxlığı 2000, deməli burada 500 mü yoxsa 800 mü tam görə bilmirəm. Olan bir cins cisim sudakı çəkisindən, deməli sudakı çəki sükunətdəki çəkidən 2 Newton azdır. Səhv eləmirəmsə belədir. Bu külənin kütləsini hesablayın. Sudakı çəki burada 2 Newton azdırsa, sudakı çəkinin düsturunu yazanda PMAY bərabərdir. mj çıxılsın F Arximetdir. 2 Newton az olduğuna görə F Arximet bərabərdir 2-dir. Və Arximedin düsturundan V cismi tapsaq, buradan V cisim bərabərdir F Arximet bölünsün, Romayə vurulsun J, yəni 2 vurulsun 10.000. Burada sıxlığı 2800 götürüb və yaxud da 2500 götürüb əldə eləyəcəm. Ona görə cavab alacam. Fərqli olarsa cavab yenə deyirəm, fərqli alına bilər. Buradan M bərabərdir rho V-dir. 2500 vurulsun 2 bölək 10.000. Buradan cavablar qramla olduğuna görə bir də bura 1000 vurulsun 1000 yazıram. Çünki 1 kiloqram 1000 qramdır. 3 sıfır buradan getdi və 1 sıfır da buradan gedəndə qaldı 250. 250-ni 2-yə vuranda cavab 500 qram. Böyük ehtimaldakı ilə cavab deməli sıxlığı 2500 vermişdilər. Cismin maidəki çəkisi vakuumdakindən 2 Newton az olduğuna görə Arximedin 2 olduğunu nəzərə aldım. Arximed 2-dirsə və cismi tapdım Arximedin düsturundan 10.000-də 2. Sonra kütləni hesabladım. 40. İki paralel naqildən əks istiqamətdə I1 bərabərdir 2 amper, I2 bərabərdir 8 amper cəryan şiddətləri axır. Naqillərin bir-birinə göstərdiyi qarşılıqlı təsir qüvvəsinin modulları arasında Newton 3-cü qanununa görə təsir əks təsirə bərabərdir. Buradan F-i K' vuraq. I1, I2 bölək R düsturundan tapılır və hər zaman F1 bərabərdir F2-dir. Yəni Newton 3-cü qanunu bütün qarşılıqlı təsirlərdə ödənilir. Bu elektrik yükü olsun, cəryan naqil olsun, cisim olsun, yəni kütləsi olan cisim olsun, fərq etməz. 41. Vakuumda hansı rəngli işıq şüasının yayılma sürəti ən böyükdür? Vakuumda bütün rənglər eyni sürətlə yayılır. Hər halda bu Y variantıdır. Çünki vakuumun sındırma əmsalı 1-dir. Yayılma sürəti yalnız sındırma əmsalından asılıdır. 41. Verilmiş sarğacın maqnit hissəsinin enerjisinin maqnit selindən asılılığı. Verilmiş sarğac demək L bərabərdir konstantdır. W bərabərdir fi kvadratı bölü 2L-dir. Kvadratik asılıdır. 43. Sabit kütləli ideal qaz 1-2-3 nöqtələrinə uyğun sıxlıqları müqayisə edin. Öncə 1 ilə 2-nin həcmi eyni olduğuna görə buradan ρ1 bərabərdir ρ2 yazırıq. 3-ün həcmi böyük olduğuna görə böyükdür ρ3-dən. 1 bərabərdir 2, böyükdür 3-dən. Variantları görə bilmirəm, ona görə doğru cavabı ilə bu şəkildə qeyd edirəm. 1 ilə 2, buradan belə xəttlər də çəkə bilərik. Həcmləri müqayisə eləsək, görürəm ki, V1 bərabərdir V2 kiçikdir V3-dən, ρ bərabərdir M bölü V-dir, yəni tərs aslıdır. Ona görə ρ-nu bunun əksi müqayisə edirik. 44. Xüsusi istilik tutumu 250 Joule bölü kiloqram vur Kelvin olan
metalı hazırlanmış və 20 metr bölü saniyə sürətlə hərəkət edən kürə tamamilə dayandıqdan sonra onun temperaturu nə qədər artar? Dayanan zaman külənin kinetik enerjisinin yarısı onun daxili enerjisinə çevrilir. Bu yarısı hissəsi çox önəmli idi. Deməli, kinetik enerjinin düsturun bilirsiniz ki, mv kvadratı bölünsün 2-dir. Bunun yarısı dediyinə görə bölünsün 2 bərabərdir Cm delta T. Bəziləriniz 100% suala birinci başlığında düşünüb kütlə yoxdur, nətər tapacaqsan? Amma kütlələr burada ixtisar edir. Yarısı dediyinə görə mən 2-yə böldüm. Buradan aldım ki, v kvadratı böl 4 bərabərdir C delta T-yə. Və bu ifadədən delta T-ni tapsam, delta T bərabərdir v kvadratı böl 4C. Cəmiyyətləri gətirib yuxarıda yerinə qoysam, delta T bərabərdir v kvadratı böl 4C. V kvadratı V20-dir, kvadratı 400. 4C-də 250-ni 4-ə vururuq, 1000. 0,4 Kelvin. Bu genetik əlaqə sualdır, qəbula düşə bilər. 45. Bircəs elektrik sahəsində intensivlik vektoruna paralel hərəkət edən yüklü zərrəciyin başlanğıc sürəti 3 dəfə azalarsa tormoz müddəti necə dəyişər? T-tormozun düsturunu yazsam, T-tormoz bərabərdir V0 bölünsün μ J idi. Elektrik sayəsində isə T-tormoz bərabərdir M V0 bölünsün QY idi. Yəni başlanğıc sürətdən düz asılıdır. 3 dəfə azalarsa 3 dəfə azalar. 46. Şəkildəki elektrik dövrəsinin ümumi müqaməti 4,5 nanofarada bərabər olarsa, kondensatorun C elektrik tutumunu hesablayın. Burada öncə 2 ilə 6-ya baxırıq. Bunlar bir-birinə paralel birləşib. 2-nin üzərinə 6 gəlirəm, olur 8. 8 ilə buradakı 2 ardıcıl qoşulduğuna görə, deməli buradan yazıram 8 vur 2 bölünsün 8 üstə gəlir ki, bu da oldu 1,6. Yuxarı ümumi oldu 1,6. Onda C üstə gəl 1,6 bərabərdir 4,5-ə. Buradan C bərabərdir 2,9-a. A bəndi. Maraqlı sual idi. 47. Elektrik cəryanının gücü hansı cihazla ölçülür? Güc wattmetr adlanan cihazla ölçülür. Birbaşa ölçəndə, yoxsa dolayıcı yolla başqa cihazlarla da ölçmək olar. Voltmetr gərginliyi ölçür. Wattmetrlə. Elektrik sayğacı isə işi ölçür. 48. Elektromagnet dalğaları hansı xassəyə malikdir? Vakuumda sonlu sürətlə yayılır, doğrudur. Vakuumda işıq sürətlə yayılır. Dalğa enerji daşıyır, doğrudur. Qayıtma və sınma qanunu ödəyir, doğrudur. Deməli, mühitdə udulur. Bircə saniyə. Və mühitdə udulur. Bu da bura aiddir. Ona görə 1, 2, 3, 4 hər birin götürəcəyin. 49. Paskal aşağıdakı fizik cəmiyyətlərdən hansıların vahididir? Səhv eləmirəmsə belədir. Burada variantlı mı yoxsa yox variantdır. Təzyiq və sərtlik əmsalı, təzyiq və sərtlik əmsalı deyil. Mexaniki gərginlik və istilik tutumu deyil. Qüvvə və konsentrasiya deyil. Yung modulu və möhkəmlik həddi doğrudur. Çünki Yung modulu E vahidi bir paskaldır. Möhkəmlik də sigma möhkəmlikdir. Bu da F bölünsün S-dir. Vahidi paskaldır. 50. Eyni cisim toplayıcı nizada müxtəlif məsafələrdə 3 vəziyyəti göstərilmişdir. Verilən vəziyyətlərə uyğun xəyal məsafələr arasında hansı münasibət doğrudur? Toplayıcı nizada cisim fokusda yerləşəndə xəyal alınmır deyirik ya da sonsuzluqda alınır. Ona görə 3 ən böyük olacaq. 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. Cisim linzaya yaxınlaşdıqca xəyal linzadan uzaqlaşır və böyüyür. Burada da variantları tam görə bilmədiyimə görə sadəcə belə götürdüm. 3 böyükdür 2, o da böyükdür 1. 51. Sabit maqnitlərin qütbləri arasında yerləşən cəryanın naqilə təsirin amper qüvvəsinin istiqaməti. Cəryanın istiqamətinə baxsaq, cəryanın istiqaməti bu şəkildədir. Sağ tərəfə və induksiya aşağıdan yuxarıyadır. Sol əl qaydasını işlətsək, sol əl qaydası belədir. İnduksiya ovcumuza daxil olmalıdır. Yəni sol əlimizi bunun arasına yerləşdiririk. Bu qırmızı xətlər ovcumuza daxil olur. Belə olanda 4 barmaq iyini göstərir. Yəni bu sağ tərəfi. Və baş barmaq düşür bizə doğru. Ona görə şəkil müstəvisindən perpendikulyar bizə doğru yönəlmişdir. Cavab buradakıdır.
Yenə deyirəm, burada sırf sol əl qaydasını işlətdik. Sol əlimizi ilə tutduq ki, bu qırmızı xətlər ovucumuzun içinə girsin. Belə olanda 4 barmaq iyni cəryanı göstərir, baş barmaqsa amper qüvvəsinin istiqamətini. 52. Mexaniki dalğa və elektromanqet dalğası üçün Eyler-Venn diaqramda uyğun bəndləri, cavabları qeyd edin. Yalnız eninə dalğadır, yalnız eninə olan elektromanqet dalğasıdır. Bir getdi bura. Həm eninə, həm uzununa bu bura getdi. Vakuumda yayıla bilmir mexaniki dalğa. Vakuumda yayılır elektromanqet dalğası. Bir müddətdən digərinə keçəndə periodu dəyişmir, hər ikisinə aiddir. Mühit maddə daşınması deyil, enerji daşınması baş verir. Bu da hər ikisinə aiddir. Cavab 2, 3, 1, 4 və 5, 6-dır. 2, 3, 1, 4 və 5, 6. Y variantıdır. Açıq tipli suallara çatdıq. Müsbət nöqtəvi 2,0 yükünün yaratdığı elektrik sahəsində müsbət 2 yükü, müsbət bir yük belə bir trayektoriya üzrə B-dən C-yə, sonra C-dən D-yə, sonra DA və təzədən B-yə qayıdıb. Doğru olanları seçin. DA hissəsində yükün yerdəyişməsi zamanı sahənin gördüyü iş mənfidir. DA hissəsində düzdür, sahə mənfi iş görür, çünki müsbət müsbətə yaxınlaşırsa yavaşlayır. İkinci, DA hissəsində yükün yerdəyişməsi zamanı sahənin gördüyü iş müsbətdir, bu yanlışdır. 3. BC hissəsində yükün yerdəyişməsi zamanı sahənin gördüyü iş mənfidir, bu yanlışdır. BC hissəsində sahənin gördüyü iş müsbətdir, doğrudur. Cavab 1, 4. Burada bu hissədə təsir edən qüvvə hərəkət istiqamətində olduğuna görə müsbət iş görür, yəni yeyinləşdiyi üçün A böyükdür sıfırdan. Burada isə DA-da müsbət müsbətə yaxınlaşır, qüvvə hərəkətinin əksinə olduğuna görə mənfi iş görür. Çevrə üzərinə düşən hissələrdə isə iş görülmür. 54. Həcmi 5 kub metr olan qapalı qabda havanın temperaturu 30 Selsi olduqda nisbi rütubət 60%-dir. Bu anda qabdakı su buxarının kütləsini qramla hesablayın. Deməli, burada 30 Selsi üçün doymuş buxarın sıxlığı verilib 17 qram bölək metrin kubu. M-i tapsam, bunu tapmaq üçün öncə düsturu yazıram. Fi bərabərdir. Rho bölək Rho 0 vurulsun 100. Rho-nu açanda M bölü V, Rho 0 vurulsun 100. Buradan M-i tapsam, M bərabərdir. Fi V Rho 0 bölək 100. Kəmətləri yerinə qoyuram. Fi 60%. V 5 və 17 bölünsün 100. 60'ı 5'e vuranda bu verir 300. 300'ü de 100'e böləndə 3. 3'ü de 17'ye vuranda cavab olur 51 qram. Və yaxud rho-nu tapıb n bərabərdir rho ilə də hesablaya bilərsiniz. 55. Hansı halda sarğacda induksiya cəryanı yaranır? Sabit maqniti sarğaca daxil etdikdə yaranır. Çünki maqnit seli dəyişir. Yəni delta F böl delta T olur. Maqnit sarğac daxilində sükunətdə saxladıqda yaranmaz. Sarğac daxilində maqniti fırlatdıqda yaranar. Sabit maqniti sarğacdan çıxartdıqda yaranır. Burada üçüncüdə biraz məsələ nədir? Fırlatmaq məsələsini hansı formada fırladarlar? Yəni tərsinə mi fırladılır? Daxilində fırlatmaq fərqli formalarda ola bilər. Çünki fi bərabərdir BS kosinus alfadır. Oradan bucaq da dəyişə bilər. Bu sualda bir ulduz işarəsi qoyuram. Bu OTK-nın da sınağına 2 il əvvəl düşmüşdü. Hələ ki cavabı 1-4 yazıram. Amma yəqin ki bir şey açıqlayar kurs bunun haqqında. 56. 1000 sarğıdan ibarət olan sarğacda maqnit selinin dəyişmə sürəti bu şəkildədir. Sarğıcda yaranan induksiya həqqəsinin modulunu hesablayın. Deməli, buradan epsilon i bərabərdir. N vurulsun, delta fi bölünsün, delta t'dir. Yəni 1000 vurulsun, 0,4 vuraq, 10 üstü mənfi 3. Bu 10 üstü mənfi 3-dən bu getdi, cavab elə 0,4 olur. 57. Toplayıcıda cismin xəyala cisim məsafəsi arasındakı uyğunluğu müəyyən edin. Xəyal düzünə və böyüdülmüşdür. Düzünə və böyüdülmüş olursa, xəyal düzünə olanda toplayıcıda cisim yalnız D kiçikdir, F şərti ödənəndə olur. Yəni 1-ə gedir D. Cisim toplayıcı linzada fokusdan yaxında yerləşərsə, xəyal mövhumu böyüdülmüş düzünə olur, lupadakı kimi. Xəyal tərsinə çevrilmiş və böyüdülmüşdür. Bu isə 2 qat fokusdan fokus arasında yerləşdikdədir, yəni C-dir. Xəyal tərsinə çevrilmiş və kiçildilmişdir. Bu da 2F-dən uzaqdadır, A-dır. D-da xəyal alınmaz, B-də isə xəyal özü boyda olur. Çatdıq yazı tipli suallara.
Transformasiya əmsalı 4 olan transformatorun birinci dolağında gərginlik 400 sinüs 200 qanunu ilə dəyişir. İkinci dolaqda gərginliyin amplitud qiymətini hesablayın. Enerji itkisi nəzərə alınmır. Transformasiya əmsalının düsturunu yazanda K bərabərdir U1 bölünsün U2-dir. Bu bərabərdir 4-dürsə, buradan alıram U1 bərabərdir 4 U2-yə. Yəni U2 bərabərdir U1 böl 4. Və birincidə maksimum 4 olduğuna görə 400 4-ə böləndə cavab olur 100 volt. İkinci dolaqda gərginin amplitude qiyməti 100 volta bərabərdir. 59. AC cərəyanın naqilinin induksiyası B1 olan maqnit sayəsində təsir edən amper qüvvəsi 24 millinewton olarsa, B2-də təsir edən qüvvəni neçə millinewton olar? Cərəyan axma istiqaməti A-dan C-yə doğrudur. Burada cərəyan bu istiqamətdə axır. Və bu tip sualı həll eləmək üçün öncə amper qüvvəsinin düsturunu yazmalıyıq. F amper bərabərdir IBL sinüs alfa. Mən bu sualı belə həll edəcəm. I vurulsun, L vurulsun, BY. BY dediyimiz B sinüs alfa deməkdir. Yəni Y toplananı. Birincinin Y-inə baxıram. B1 Y bərabərdir 3 damadır. İkincinin Y-inə baxsam, B2 Y bərabərdir 4 damadır. Və düz mütənasib olduğuna görə bunu tənasib olaraq yaza bilərəm ki, əgər 3-ə uyğun olan amper qüvvəsi ya da belə yazaq, F amper 1 bərabərdir IB 1 YL, bu bərabərdir 24-dür. Buradan I vurulsun L-i tapanda 24 bölünsün 3 oldu 8. İkincisini tapsam F amper 2 bərabərdir IB2YL. IL-in yerinə 8 yazıram. 8 və 4-üm 32. Cavab 32 newtondur. Bunu başqa üsullarla da gedə bilərsiniz. B-ni tapa bilərsiniz. Məsələn, B-ni Pifaqorla tapdınız. Alfa bucağını tapanda sinüs alfa qarşı katet bölə hipotenuzda eyni şey olacaq. Bir dənə burada isbatını yazım, niyə bu formada yazdığımı. Məsələn, 1-ə təsirdən amperi tapıram. F amper 1 bərabərdir I B1 L sinüs alfa 1. Buradan B1'i tapanda B1 bərabərdir kök altda. Bura 3'dür. 9. Aşağısı 2'dir. 4. Bu da bərabərdir kök altda 13. Və sinüs alfanı tapanda sinüs alfa bərabərdir. Qarşı katet yəni 3 bölünsün kök altda 13. Gətirib burada yerinə qoysam. I vurulsun. B1'in yerinə kök altda 13. L yerində sinüs alfanın yerinə 3 böl kök altda 13. Bunları ixtisar edəndə elə B-Y olan ifadə qalır. Maraqlı sualdır. Landau kitabında bu tip sual vardı. Ona uyğunlaşdırıblar. Maraqlıdır. 60. Kütləsi 10 qram olan nazik halqanın səthi gərilmə əmsalı bu qədərdir. Maye səthindən qoparmaq üçün şaquli istiqamətdə 112 milnewton qüvvə tətbiq edilir. Halqanın radiusunu hesablayın. Burada halqa olduğuna görə halqada iki yerdə sürtünmə var. Bir çöl hissəsində, bir də içəri hissəsində və burada deməli 2 dənə radius götürəcəyin, halqanı çox nazik götürəcəyin, özü deyir nazik halqadır. Ona görə yuxarı qaldırmaq üçün tətbiq olunan qüvvə yazıram F bərabərdir mg üstə gəl sigma vurulsun 2L. Bu ifadədən də sigma vurulsun 2L bərabərdir F çıxılsın mg'yə. F'in yerinə 112 vuraq 10 üstü mənfi 3 çıxılsın. 10 qram 10 vuraq 10 üstü mənfi 3 vurulsun 10 yəni mg 100 vuraq 10 üstü mənfi 3 burada qaldı 12 vuraq 10 üstü mənfi 3 newton. Və burada sigmanı yerində saxlayıb 2 vurulsun L-in yerinə 2 pi r yazıram. Bu bərabərdir 12 vuraq 10 üstü mənfi 3. Buradan r-nı tapsam r bərabərdir. Deməli 12 vuraq 10 üstü mənfi 3 bölünsün 4 vuraq 3 vurulsun. 4 vur 3, 2 vur 2, 3 də buradadır. 4 vurulsun, 10 üstü mənfi 2. Buradan 3 dəfə 4'üm 12, 12-nin 12'ni ixtisar apardıq. Burada qaldı 4, yuxarıda da qaldı 10 üstü mənfi 1. 10 üstü mənfi 3'də mənfi 2 çıxdım. Yəni 1 bölünsün 40, o da 0,025. Yəni 0,1025 metr ya da 2,5
santimetr. Ya da yox, cavabı santimetrlə dediyinə görə belə yazdıq. Sualın ən önəmli hissəsi niyə siqma vurulsun 2L yazdım? Çünki halqa iki yerdən sürtünür. Bir halqanın içəri üzü sürtünməsi var. İçəri üzərində siqma vurulsun L-dir. Çölündə də siqma vurulsun L-dir. İki dənə səthi gərilmə qüvvəsi təsir edir iki yerinə, çölünə və içərisinə. Disk olsaydı yalnız sigma L yazardıq. Amma halqa olduğuna görə 2 sigma L yazdım. Üstə gəl mg bu mənə verir F-i. Çünki deyir yuxarı qaldırmaq üçün bu qədər qüvvə tətbiq edirəm. Buradan da hesabladıq ki, deməli cavab 2,5 santimetrdir. Çox maraqlı suallardandır. Bu 20 sınaq test toplusuna uyğunlaşdırılmış sualdır. Orada bu tip sual var idi. Bu il böyük ehtimal ki, qəbula səthi gərilmə aid sual düşəcək. Deməli 11-ci sinif yekunlaşdı. İndi 10-cu sinif suallarına baxırıq. Bəzi suallar eyni ola bilər. 9-10-a. Radiusu 3 yer olan disk O nöqtəsi ətrafında şaqili müstəvidə çevrə boyunca hərəkət etdirilir. A nöqtəsində olanda sürəti 4 olarsa B və C nöqtəsinin sürəti. A-ya qədər radius R-dır. Əgər A nöqtəsində 4-dürsə B olacaq 2R 8, C isə 3R'dir 12. Y bəndi. Çünki V bərabərdir omega R-dir. 32. Düz xətt üzrə hərəkət edən cismin sürətinin zamanlasılığı V0 üstəgəl 2T şəklindədir. 4-cü saniyənin sonunda getdiyi yolun 20 olduğunu bilərək cismin başlanğıc sürətini hesablayın. Buradan S 4-cü saniyə üçün yazıram ki, V0 üstəgəl A bölünsün 2, 2 vur N çıxılsın 1. Buradan V0 üstəgəl A-sı 2-dir. Üzr istəyirəm. 2 bölünsün 2. Mötərizədə 4-cü saniyə deyir. 2 dəfə 4-üm 8 çıxılsın 1. Bu bərabərdir 20. Buradan 2 ilə 2 ixtisar gedir. V0 bərabərdir 20 çıxılsın 7 1 saniyə. 4-cü saniyənin sonunda üzr istəyirəm. Mən n-ci saniyədə yolla həll elədim. Amma bu 4-cü saniyənin sonunda demir 4 saniyə getdiyi yolda. 4-cü saniyədə getdiyi yolda. Yəni normal yolun düsturundan gedəcəyin. Buradan yazıram S bərabərdir. V0T üstəgəl AT kvadratı bölü 2. Yəni 2 vuraq A2-dir. 4-ün kvadratı 16 bölü 2 bərabərdir 20-yə. Buradan V0 vurulsun 4 bərabərdir. 2-ni 16-ya vuranda 32. 32-ni 2-yə bölürük. Bu verir. Deməli 16 bunlar getdi. Keçirəm digər tərəfə qalır 4 alınır V0 bərabərdir 1 metr bölək saniyə. Başlanğıcda yanlış getməyimin səbəbi n-ci saniyədə gedilən yolla həll eləmək istəməyimdir. 33. X ox üzrə hərəkət edən 20 kq kütləli cismin hərəkət tənliyi bu şəkildədir. Cismin koordinat başlanğıcından keçən anda impulsun modulunu hesablayın. Koordinat başlanğıcından keçən an deyəndə, yəni x-in 0 olduğu andır. Ona görə yazıram 4 çıxılsın 4T üstəgəl T kvadratı bərabərdir 0. Buradan bu T çıxılsın 2-nin kvadratıdır. 0-a bərabərləsəm T bərabərdir 2-dir. 2 saniyə sonra sürətini tapanda V bərabərdir. Buradan törəmə alanda 2T çıxılsın 4. Deməli 2 vurulsun 2 çıxaq 4 bərabərdir 0-dır. Koordinat başlanğıcından keçən anda sürəti 0 olduğuna görə impuls da 0-a bərabərdir. 34. Hansı cihazdan istifadə etməklə sükunətdə olan 2 nöqtə və elektrik gücünün qarşılıqlı təsir qüvvəsini təyin etmək olar? Burulma tərəzisi ilə elə Charles Coulomb da bundan istifadə eləmişdi. 35. Xüsusi istilik tutumu 250 olan metaldan hazırlanmış 20 metr bölü saniyə sürətlər içindən kürə tamamilə dayandıqdan sonra temperatur nə qədər artar? Enerjinin hamısı daxili enerjiyə çevrilir. O sualda da bəlkə hamısı deyirdi. Mən yarısı oxudum. PDF-də tam oxunmurdu. Yox, burada yarısı da 11-ci sinifdə, 10-cu sinifdə isə hamısı deyir. Yəni sadəcə enerjiləri bərabərləşdirəsiniz. Kinetik enerji ilə mv kvadrat bölü 2 bərabərdir cm delta t. M-ləri ixtisar edirik. Buradan delta t-ni tapsaq, delta t bərabərdir v kvadratı bölü 2c. V 20-dir. Kvadratı 400, 2c də 500. 5-də 4, 0,8. B bəndi. Tamamilə çevrildiyinə görə burada yarısını tapmadıq. 36. Kütləsi 30 və 60 kiloqram olan iki oğlan buz üzəri meydançada xizəklə üzərində dayanmışdılar. İkinci oğlan birinci oğlana üfüqi istiqamətdə 90 Newtonla təsir edərsə, oğlanların hər birinin təcilini hesablayın. İkisində də qüvvə eynidir. A1-i tapanda
90 bölünsün 30. Bu oldu. Deməli 3 A2 bərabərdir. 90 bölünsün 60. Bu da olur 1,5. Kütləsi az olan təcili çoxdur. 37. Cismin çəkisi dayağa tətbiq olunmuş elektromanqnet təbiətli qüvvədir. A bəndi. Qravitasiya təbiətli deyil. 38. Maya daxilində sərbəst düşən cismə təsirdən Arximet qüvvəsi hansı istiqamətdədir? Arximet qüvvəsi hər zaman yuxarı istiqamətdə olur. Yəni 1. 39. Çəkisiz çubuqdan asılmış cismin kütləsi 60 kiloqram olarsa, N1 N2 reaksiya qüvvələri nəyə bərabərdir? Burada bu tip belə bir şey yazacağın mc bərabərdir N1 üstəgəl N2-dir. Yəni 60 kiloqramdırsa N1 üstəgəl N2 bərabərdir 600-ə. İkisinin cəmi 600-dür. N1-in qoluna baxıram 2-dir, N2-nin qolu 4-dür. Ona görə yazıram N1 vur 2 bərabərdir N2 vuraq 4-ə, yəni N1 bərabərdir 2N2. O zaman 3N2 bərabərdir 600, cəmi çünki 600-dür, N2 bərabərdir 200. N2 200-dürsə N1 400-ə bərabərdir. Cavab D bəndidir. Bu iki dayaqlı linklərdə bir tərəfi yəni dayaq götürüb o formada da həll eləyirlər. Amma burada ən önəmlisi belə bir şey yadda saxlayın. N1 üstəgəl N2 bərabərdir MC. Yəni aşağı olan qüvvələr yuxarı olan qüvvələrə bərabərdir. Və N1 vurulsun 2 bərabərdir N2 vur 4. Bundan istifadə edib həll edirik. 40. Elektrik gərgininin əsas vahidlərlə ifadəsi hansıdır? Gərginliyin vahidi voltdur və volt çox önəmli vahidlərdəndir. Sizə məsləhətim bunu joule bölək kulon kimi yadda saxlayın. Yəni kiloqram vur metrin kvadratı, amper vurulsun saniyə kubu. Burada cavabları tam görə bilmədiyimə görə deyəsən C variantıdır, amma yəni vahid buradadır. 39. Mal müstəvi üzərində cisim bərabər sürətlə F dartı qüvvəsi təsirlə yuxarı qaldırılır. Bərabər sürətlə qaldırılır. Cism yuxarı qaldırır, cismə təsir edir. Ağırlıq qüvvəsi bu şəkildə olduğuna görə mənfi iş görür. Çünki kör bucaq əmələ gətirir. Dartı qüvvəsi müsbət iş görür. C bəndi. 50. Hansı qrafik mühərrikin gücünün sabit qaldıqda F dartının qüvvənin impulsundan asılı qrafiki tərs asılıdır. Bu da hardan gəlir? Deməli, N bərabərdir. Bu gücün düsturunu yazsaq. N bərabərdir. F vurulsun V-dir. V-ni tapanda N böl F-dir. Ya da F bərabərdir. N böl V-dir. İmpulsu böyük olanın sürəti də böyük olur. Çünki kütlə sabitdir. Sürət artdıqca qüvvə azalır. 51. Qabda 100 Cl temperaturu 12 litr su var. Onun 3/2 hissəsini buxarlandırmaq üçün lazım olan istilik miqdarını hesablayın. Suyun sıxlığı 1000 olduğuna görə elə 12 litr 12 kiloqram deməkdir. M bərabərdir 12 kiloqram. Öncə bunun 3/2-sini tapıram. 12 vurulsun 3/2 cavab verir 8 kiloqram. Və Q bərabərdir L vur M. 2,3 vuraq 8. 2,3-ü də 8-ə vuranda deməli verir 18,4 megajoule. 52. Hansı ifadələr doğrudur? Yüklənmiş kondensator mənbədən ayrılar, köynəklər arasında dielektrik daxil etdi. Mənbədən ayrılıb. Yəni Q bərabərdir konstantdır. Dielektrik daxilində tutum azalar, yanlışdır. Tutumun düsturu C bərabərdir. Epsilon, epsilon 0, S böl D'dir. Bütün hallarda dielektrik daxil edilirsə tutum artır. Özdə epsilon dəfə. 1 səhvdir. 1-in olduğu cavabları atıram. Kondensatorun köynəklər arasında potensiallar fərqi azalar. U-nu tapanda U bərabərdir Q bölünsün C-dir. Yəni Q-də bölək epsilon epsilon 0 S-dir. Bu doğrudur. Kondensatorun yükü azalar. Yanlışdır. Çünki yük sabitdir. 3 olan cavabları da atıram. Kondensatorun enerjisi azalar. W bərabərdir Q kvadrat bölək 2S ilə Q kvadratı bölək 2 epsilon epsilon 0 S-dir. Bu da doğrudur. Cavab 2, 4. Bunu Q konst halına görə, yəni kondensator yüklənib dövrədən ayrılmış hala görə həll elədik. 53. Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu yükün miqdarı ilə düz, yükdə olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Çünki E bərabərdir. K vurulsun, modulda Q0 bölək R kvadratıdır.
Elektrik hissəsinin tezliyi bu sayəyə gətirilmiş sınaq yükündən asılı deyil. 3'tür bu. Sahayı yaradan nöqtəvi yük müsbətdirsə, elektrik hissəsinin tezlik vektoru sahə istənilən nöqtəsindən nöqtəvi yüklə sahənin baxılan nöqtəsini birləşdirən xətt boyunca deməli yükdən xaricə doğru, əgər müsbətdirsə, mənfidirsə yükə doğru yönəlir. 2, 3, 1, 4. 54. Yer səthindən R hündürlükdə cismə təsirin ağırlıq qüvvəsi 45-dirsə, 2 R'dən nə qədər qüvvə təsir edər? R hündürlükdə 4 dəfə azalır. Çünki bu J bərabərdir. J'in bölək R üstəgəl H-ın kvadratıdır. MC bölünsün 4 bərabərdir 45'ə. Buradan MC bərabərdir. 45'i 4'ə vuranda 180 Newton. Və 2R'də artıq F bərabərdir. MC bölünsün 9'dur. 180'i 9'a böləndə cavab olur 20 Newton. 55. Sabit temperaturda, yəni izotermik verilmiş də ideal qazın həcmi 400 cm3 azaltdıqda təzyiq 3 dəfə artdı. Qazın başlanğıc həcminin başlanğıc qiymətini hesablayın. Təzyiq əgər 3 dəfə artdısa belə bir şey yaza bilərik. V1 bölünsün V2 bərabərdir. P2 bölünsün P1'ə, o da bərabərdir 3'ə. Yəni V1 bərabərdir 3 V2'yə. Bir də V2 üçün yazıram. V1 çıxılsın 400. Çünki bu qədər azaldılıb. Buradan alıram V1 bərabərdir. 3 vurulsun V1 çıxılsın 1200. 3'ü 400'ə vurdum. Buradan da 2V1 bərabərdir 1200'ə. V1 bərabərdir 400. Üzr istəyirəm 600. Başlanğıc qiyməti 600 olub. 600'dən 400 çıxanda qalır 200. 3 dəfə azalıb və izotermik olduğuna görə həcm 3 dəfə azalanda təzyiq 3 dəfə artır. 41. Burada arada yəqin ki sualların nömrələrini oxumuram. Ona görə birbaşa 40'dan 49'a keçmişəm. Təzədən suallar buradadır. 41. Kütləsi 2 kiloqram olan cisim radiusu 0.8 metr olan çevrəcə bərabər sürətlə hərəkət edir. Cismə təsirin əvəzləyici qüvvə 40 Newtondur. Hərəkət sürətini hesablayın. Deməli buradan F bərabərdir M V kvadratı bölək R'dir. Bu düsturdan V'ni tapsam V bərabərdir kök altdan FR bölünsün M. Yəni 40 vurulsun 0.8 bölünsün 2. 40'ı 2'ye böləndə 20. 20'yi 0.8'e vuranda bu verir 16. Cavab olur 4. 42. Mexaniki dalğalar hansı xassələrə malikdir? Mexaniki dalğalar vakuumda sonlu sürətlə yayılır. Yanlışdır. Mexaniki dalğa vakuumda yayıla bilməz. Enerji daşıyır. Doğrudur. Vakuumda yayıla bilmir. Doğrudur. 2 növü var. Bu da doğrudur. Cavab 2, 3, 4. 43. Eyler-Venn diaqramında xüsusi yanma istiliyi üçün, xüsusi istilik tutum və xüsusi yanma istiliyi üçün deməli uyğun bəndləri seçəcəyim. BC-də vaydı Joule bölək kiloqram vuraq Kelvindir. Bu xüsusi istilik tutumudur. Joule böl kiloqram xüsusi yanma istiliyidir. Maddənin növündən asılıdır. 3 hər ikisinə aiddir. 1 kiloqram maddəni 1 Selsi qızdırmaq üçün lazım olan istilik miqdarıdır. Bu xüsusi istilik tutumudur. Maddənin kütləsindən asılı deyil. 5 də hər ikisinə aiddir. 1, 4, 2, 3, 5. A variantı. 44. Harmonik rəqs edən maddi nöqtənin koordinatın zamanlasında qraf vermişdir. Rəqsin dövrü tezliyini tapın. Yəni omeqanı axtarırıq. Buradan periyod 2 saniyədirsə T bərabərdir. 2 pi bölünsün omeqadır. Omeqanı tapanda 2 pi böl T. Yəni 2 vur 3 bölünsün 2 cavab olur 3 radyan bölək saniyə. 45. 12 milli kulon yük elektrik sayəsində hər bir nöqtəsindən digərinə sahənin bir nöqtəsindən digərinə hərəkəti zamanı 240 millijoule iş görülür. Potensiallar fərqini gərginliyi tapın. U bərabərdir. A bölünsün Q. 240'ı 12'ye böldük. İkisində də milli var. Cavab oldu 20 volt. 36. Kök altda 3 RT böləyim bu qaz molekullarının orta kvadratik sürətidir. Yəni V'nin düsturlarından biri elə 3 RT bölünsün M'dir. 47. Şəkildəki elektrik dövrəsinin ümumi tutumunu hesablayın. Burada deməli öncə 7 ilə 5 bir-birinə paralel qoşulub 7 ilə 5 topladıq 12. 12 ilə 8 arıcıl olduğuna görə
12 vur 8 bölünsün 13 üstə gəl 8, yəni 20. 2-yə ixtisar aparsam, burada qalır 6. 48-i də 10-a böləndə 4,8. Sonra 4,8 ilə 6,2-ni toplayıram. Cavab olur 11. 48. Sabit qüvvənin təsiri altında məftildə yer alan mexaniki gərginin məftilin en kəsin sayısından asılığı tərs asılıdır. Çünki sigma bərabərdir F bölü S-dir. Qüvvə sabitdirsə sigma S-dən tərs asılıdır. 56. Dizel mühərriki karbürator mühərrikindən fərqli xüsusiyyətləri hansıdır? Dizel mühərriki faydalı şamsalı karbüratora nəzərən daha azdır. Yanlışdır. Daha çoxdur. Dizel mühərriki daha böyükdür. Artı qüvvəsi yaratma imkanına malikdir. Dizel mühərriki tamam. Cavab 2-3-dür. 57. Uyğunluğu müəyyən edin. Kapilyar boru eyni materialdan və radiusu 4 dəfə böyük olan kapilyar boru ilə əvəz etsək. Səthi gərilmə misalı dəyişməz, çünki bu aslı deyil. Mayenin sıxlığı dəyişməz, B-də aslı deyil. Kapilyarda qalxan mayenin kütləsi əgər 4 dəfə böyük olanla əvəzlənirsə, M bərabərdir 2 pi r sigma bölü J-dir. Radius artanda kütlə artır. Mayenin hündürlüyü azalar, çünki H bərabərdir 2 sigma bölü rho J R-dir. Radiusdan tərs asılıdır. Mayenin həcmi də artar. Artan, radius artanda deməli hətta 4 dəfə artar deyərik. Çünki radius 4 dəfə böyük olan kapillər boyu ilə əvəz etdik. Kütlə və həcm artdı. C və Y azaldı. Hündürlük nə dəyişmədi? Sıxlıq və deməli səthi gərilmə misalı. Çatdıq yazı tipli suallara. İntensivliyi 200 volt bölü metr olan bir cins elektrik sahəsində intensiv xətti boyunca 40 sm məsafədə iki nöqtə arasında potensiallar fərqini uyğun düstur ifadəmi ilə tapın. Deməli, F1 minus F2 bərabərdir U-dur. Bu da bərabərdir Y-dir. Kəmiyyətləri yerinə qoysaq 200 volt bölü metr 40 sm-də 0,4 metr. 200-ü 0,4-ə vuranda cavab olur 80 volt. 59. Sabit gəlir mənbəyinə qoşulan müstəvi kondensatorda yığılan yükün qiyməti bu qədərdir. Q bərabərdir 50 mikrokulon. Kondensatordan çönələr arasında məsafəni 3 dəfə azaltdıqda onun yükünün qiyməti neçə millikulon, mikrokulon artar? Uyğun düsturlardan istifadə edərək fikrinizi əsaslandırın. Deməli, burada U bərabərdir konstant olduğu üçün Q-nün düsturunu yazıram. Q bərabərdir CU. Bu da bərabərdir epsilon 0 S U böl D. Məsafədən tərs asılıdır. Məsafə 3 dəfə azalanda 3 dəfə artacaq. Ona görə yazıram Q2 bərabərdir 3 Q1-ə. Bu da bərabərdir 50 vurulsun 3. Cavab oldu 150. Amma nə qədər artdığını dediyinə görə buradan Q2 çıxılsın Q1 150-dən 50-sini çıxıram. Cavab olur 100. Deməli 100 mikrokulon artar. 60. İdeal istilik mühərrikinin faydalı şəmsalının soyuducunun temperaturunun qızdırıcı temperaturuna uyğun düsturdan istifadə edərək nisbətini aslılığını tapın. Deməli, buradan etanın düsturunu yazsaq, eta bərabərdir 1 çıxaq T2 böl T1 vurulsun 100%-dir. Əgər T2 böl T1 0 olarsa, eta maksimumda 100% olur. Bu artdıqca xətti qanunla azalacaq. Düsturumuz da buradadır. Çünki T2 böl T1 bərabərdir 0 olarsa, eta bərabərdir 100% olur. Buranı 100% də götürə bilərik. 1 olarsa, buranı hətta 1 götürərik. Yəni 1-1-nə bərabər olsa, faydalı şəmsalı 0 olar. Beləcə, 27 aprel tarixində keçirilən yeni abituriyent sınavına aid həm 10, həm də 11-ci sinifin izahını yekunlaşdırdım. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun. Növbəti videolarda görüşənə qədər.